Viper'a dəyməyin o. Onu özüm əldə edəcəm. Burada bir dənə də şey var imiş. Yox! Yenə bekarçılıq idi. Ona görə də başımı qatmaq üçün bir çoxumuzun ömrünə girmiş olan TikToku izləməyi boş verib fizika qanunları ilə dirəşmək istədim. Tərəzinin üstünə çıxıb qaldırmağa çalışsaq, uça bilərik. Normalda məsələn tərəzini belə eləyib qaldırıram axı. Amma əgər tərəzinin üstünə çıxsam, özüm də bunu yoxlasam, deməli uça bilərəm. Nəysə, bunu da boş ver. Fizika qanunları ilə dirəşə bilmərəm deyə yox. Bu gördüyüm bacarıqsızdır. Keçən dəfə YouTube'a yüklədiyim videoya baxıb vəziyyətin nə yerdə olduğunu görmək istədim. Çünki ilk video idi deyə 10 like belə gələcəyini fikirləşmirdim. Amma 20 like keçən videonu və 34 abunəyə çatan kanalımı görəndə sənin düşündüyümdən daha mükəmməl olduğunu anladım. Əvəzində əgər kanal ay sonuna qədər 85 abunəyə çatsa, hal-hazırda ekranda gördüyün TikTok hesabımda canlı yayın açaraq Brawl Pass turniri edəcəm. Burada Brawl demişkən, kanala hələ ki sənə də uyğundursa 2 video Brawl, 1 video fərqli oyun videosu yükləyəcəm. Okay. Bu videoda ikinci video olduğu üçün Brawl videosu yükləməliyəm. Ona görə də Brawl videosunda tutacağını fikirləşdiyim bir şey edəcəm. Və yox, görüntüsünü çaşdırmasın, söhbət toksiklikdən getmir. Bu fikir ağlıma tam olaraq belə gəldi. Öz ətrafımda fırlana astronomiya videolarına baxırdım. Baxarkən də fırlandığım üçün ağlıma gəldi ki, tək mən yox, dünya da fırlanır. Ya da ki, çox fırlandığım üçün birazdan yıxılıb həncir olacaq. Nəysə, dünya fırlanır. Bəs dünyadan başqa çox vaxt hədiyyəli videolar və şoularda istifadə olunarkən nə fırlanır? Sarıqfələk düz tapmam və bəlkə də tapmadı, bilmirəm, mən səni görmürəm. Bircə dəqiqə. Bəli, bu üzlə mən kameraya çıxmaq istəmirəm, ona görə də üzümüzü təmizləyək. Oldu, məncə olmadı, amma əlimizdə başqa karakter yox deyə bununla da davam eləyəcəyik. Yenə söhbətimiz caydı. Brawl Stars videolarının bir çoxunda istifadə olunan o sarıqfələyi bu gün də mən istifadə eləyəcəm. Çünki keçən videoda da dediyim kimi, niyə də olmasın. Nəysə, çox uzatmadan sən videonu bəyəndiyin kimi, mən də videoya keç dedim. Gördüyün kimi Brawl Stars'a da yeni girdim. Keçən dəfəki videodan sonra dedim niyə də əlavə şeylər toplamayım. Yəni Brawl Pass'dakı Subway Surfer seçkinliyindəki və Pro Pass'dakı ödülləri yığdım. Birinci ücretsiz ödülü al. Nə verir? Yadımdadır da bura. Gəl birinci bunları alaq. Və təbii ki bu da yadımdadır. Nə olar, keçən dəfəki ilə eyni şeyləri eləməm. Oynamıram. Ağlama, hadi oyna. Sən təhdid edilmiş olman verməm hə. Deyəm artıq bundan həqiqətən istəmirəm. 50.000 dənə oldu hesabımda artıq. Heç olmasa bundan normal bir şey verəcəyimi umuram. Sprey, süper ayaqqabı. 200 altın. 25. Keçək indi də Pro Pass'a. Pro Pass'a falan keçib eləmirik. Çünki sən bu videoya çarxfələr görmək üçün gəlmişsən. Çarxımızın ikisi də hazırdır. Yəni ikisini də sənə görsədim. Birincisində İstəsən ekranı yandırıb baxa bilərsən. Bunlar var. Cəza olaraq da çarxın seçdiyi şeyləri tam olaraq buraya yazmışam. Bunları eləyəcək. Çarxı çevirək. Mortislə savaş topunda yıldız oyunçu ol. Çox da çətin olmasa gərək. Mortisi seçirsən. Ən sevdiyim kostum olan Mortisin bu kostumu seçirsən və burada bir dənə də şey var imiş. Necə? Kostum çıxacağına qətiyyən inanmıram. Savaş topunu seçirik. Qarşı takım meteor filan. Bəli, bununla əmin ol ki, mən yıldız oyunçu olacam Mortislə 100%. Aha. Təbii ki, qapıya girəcəklər. Bu nə ara hiperşarj doldurdu? Nə ara? Bu niyə belə oldu axı? Əla. Getdik Nita. Bərbad oynadım, bilirəm. Yox.
Tamam, bunu eləmək olar. Ender kostyum. Al. Onsuz da bu karakterde kostyumum yox idi. Əslində Ender kostyum çıxmağı çox yaxşı oldu. Sadəcə yüngül var orada infaq keçirdirdim. Çünki əfsanəvi kostyum alın yanımdan çıxdı. Keçdi. Sonraki challenge'ımıza keçək. Tək hesablaşmada 4 kill oldu. Amma necə kupa karakterini alacağımı yazmamısan. Daha doğrusu özüm yazmışam. Tək hesablaşmada 4 kill. İnan mənə bu dəqiqə hələ ki bəxtim çox yaxşı gətirir. Düzü bunu deyəndən həmişə 5 dəqiqə sonrasında müflis oluram. Yəni çarxda o qədər şeylər var ki, bunların gəlməsi çox qəribədir biraz. Bilmirəm niyə və mənə vurma, səni pis vuraram. Deyir ki, al onları, yaxşı. Salam, mən işte fotoğrafyam. Yox. Cəzaya keçirik. Sən taş aldıq. Neyniyək? Başqa çarəmiz yoxdur. Yenə Brawl Stars'ın öz saytından. Tamam, olacam heç. Sən taş aldıq və cəzamızı çəkdik. Keçək onda o birisi challenge'ımıza. Döndür. Paranurçi ilə 3 nəfərin eyni anda çək. 3 nəfər eyni anda çək. 5v5 var. Yenə savaş topunda yoxlayırıq. Və mükəmməl random gəldi yanıma. Əla. Udduq. Garantiyasını verirəm mən sənə olmağımızın. Oyan da. Mükəmməlsən Mortis. Burada bir nəfər yox, bizə lazımdır 3 nəfər çəkmək. 3 nəfər çəkmək lazımdır, amma 3-ü də eyni yerə yığılmırlar. Mən bunu necə eləyim bilmirəm. Garantiyasını verirəm mən sənə olmamızın. Və özün də görə bilirsən. Search sən üzündən cəza yedim. Çox sağ ol. Görək cəza nədir? Nə çıxdı? Destansı kostyum bazı ala bilərikmi? Almaq istəmirəm. Görünüş o deyil. Məsələn, yox, bunu istəmirəm. Bu da çox mənasız görsənir. Sırf qəribə görsəndiyi üçün kukolu olanı alacam. Çünki mənə bunu təkrar elətdirməyə ehtiyac yoxdur. Cəzanı da belə çəkdik. On göldə gəl görməmiş kimi Lolanı lobiyə qoyaq. Sonraki challenge'ımızı ver. Nə gəldi? Bir level karakterlə 3v3 hansı modda maç qazan. Bir level karakter və hamısı da düşük kupadır. Yəni axır ki ilk qazanacağım maç gəlir deyəsən. Hətta gəl bu təzə çıxan Forsu'u yoxlayaq. Qarşıya gələnlərin onsuz da hamısının bot olacağını. Ayda gör kim kime bot deyir. Özüm başa salacağım. Hamısının ya tank karakter gəldi, Ler və Lori'dən başqa. Onu bilmirəm. Yanımızdakı Jaime və əlimi qolumu sallaya gəzməyimə baxmayaraq maçı qazanırım. Bu qədər. Axır ki bir maçı bacardıq. İndi bəs maçı qazananda nə olur deyə soruşursansa, heç nə özümü mükafatlandırıb dincəlirəm. Nəysə, bu sadəcə zərərsiz, şit bir zarafat idi. Üzvü zarafatdan sonra təsəvvür edə bilirəm. Mükafat olaraq gördüyün kimi qutunu verdi. Və qutunun içindən mükafatım olaraq nə verirsən? Gördüyün kimi, sadəcə çarxı qazanmağımı oyun özü görür və özü mükafatlandırır. Sevirəm səni Supercell. Gələ, bu da sənə yeni bir kostyum. Sadəcə mənə bir şey maraqlıdır. Bu təzə çıxan kostyumlərimiz neçə taşlıq kostyumlardır. Oyun bizə belə bir gözəllik elətsə, mən də ona görə də bunun xətrinə bir sağ çevirəcəm. Gəl, son çarxımızı da çevirək. Görək buradan nə çıxır. Aha. Maçda səninlə eyni kostyumu olan birini tap. Hamıda ola biləcək bir kostyumu seçməyə özen göstərəcəm. Hamıda. Məncə budur. Piper var. Sən kostyumsuz Piper'da gəlməzdi, heç olmasa fərqli kostyum gələrdi, bu ayrı məsələ.
Bu qədər də yox da yəni. Nəysə, bunlar bir-birlərinə daldılar. Ona görə də biz qutularımızı qıraq. Piper, səndən acığımı çıxacam. Piper'a dəyməyin, o özümüm. Onu özüm əldə eləyəcəm. Oyun da elə bil ki, sırf intiqam almaq üçün yükləri doldurur. Normalda qabağıma heç vaxt bu qədər yük çıxmır, yox. Piper'a dəyməyin. Piper hələ yaşayır yəqin ki. Piper'a dəyməyin. Dəmircan, Piper'a dəymə. Görsən Piper yaşayır. Nə oldu da? Mən yükləri toplayana kimi hamı bir-birini qırdı batırdı. Ya da oyunu uzatmağın heç mənası yoxdur. Videonun bitməyinə az qalmış. Buna hərəkət çarx. Əslində bircə dəqiqə. Tam da düşündüyüm kimi. Əla. Yəni Piper'da bu varsa Mandy də yanına niyə yaraşmasın? Onsuz da mən də çox vaxt istifadə etdiyim karakter deyə ən məntiqlisi həm də gizəmli kostum olduğu üçün bunu almaqdır. Nə də olsa endirimdədir. 30 taşda 30 taşdır. Özümüzə qalır. Məni bəlaya salan Piper öz yanına Mandy'ni gətirdi. Nəysə, bu videomuzdan da bu qədər. Kanala abunə olub videonu da bəyənsən çox sevinərəm. Və hələ də o təşrif keçərlidir, əmin ola bilərsən. 85 abunəyə çatan kimi bu ayın axırına qədər sənə Brawl Pass turniri təşkil edəcəm.